Bugün sizə elə bir resept deyəcəm ki, bu resept hamınız üçün çox faydalı olacaq. Bu biskvit resepti pambıq kimi yumuşaqdır. Çökmə, yığılma, quruma qətiyyən olmur, həm də uzun müddət təravətli qalır. Əslində buna bənzər reseptlər hazırda bir çox şirniyyat evlərində və istehsalatlarda istifadə olunur. Lakin bu biskvitdə istifadə etdiyim bir xam mal ki var, onu çox az usta bilir və adətən öz sirri kimi saxlayır. Bu məhsulun adı Mixodur. Mixo emulgatordur və sual yarana bilər ki, bu məhsulun, bu xam malın biskvitin tərkibində rolu nədən ibarətdir? Biskvit reseptinin tərkibində suyu çox yaxşı tutur və qarışımın ümumi reseptin birlikdə daha tez qarışmasına kömək eləyir və bundan əlavə ümumi qarışıma həcm verir. Nəticədə biskvit daha yaxşı qalxır və ədəd sayı olaraq daha artıq biskvit əldə edirik. Uzun müddətdə yumuşaq və təzə qalmasına kömək edir. Videonu sona qədər izləyin, çünki biskvitin bişmə dərəcəsində qeyd etmişəm. Bu da nəticənin yaxşı alınmasında böyük rol oynayır. Əlavə suallarınız olarsa yaza bilərsiniz. Məmnuniyyətlə cavablandıraram. Salamat qalın.